Əziyyətimə dəyər verən hər kəsə təşəkkür edirəm. Sadəcə videomu bəyənib bir yorum yazsanız, mənə böyük dəstək olmuş olursunuz. İndi keçək şirniyyatın hazırlanmasına. 300 qram kadayıf istifadə etmişəm. Əlimlə yaxşıca xırdalayıram. Daha sonra 3-4 qaşıq əritdiyim çörək yağından əlavə edib qarışdırıram. Kadayıfı 2 hissəyə bölürəm. 25 santimlik formadan istifadə etdim. Yarı hissəsini formaya yerləşdirib üzərindən möhkəm basıram. Nə qədər möhkəm bassanız, şirniyyatınız o qədər gözəl alınacaq. Daha sonra mən püstə qırıntılarından istifadə etdim. Fındıq və ya qozdan da istifadə etmək olur. Qalan kadayıfı da üzərinə yerləşdirib və yaxşıca üzərindən möhkəmcə basıram. Üzərindən az çörək yağı da əlavə etmişəm. 2 stəkan şəkər tozu, 1 dilim limon, 2 stəkan su. 5 dəqiqə qaynadıb şərbəti qoyuram soyusun. Şirniyyatım tam qızarandan sonra üzərinə şərbəti əlavə edirəm. Şirniyyat sobadan çıxan kimi ilik halda olan şərbəti əlavə edirəm. İnanın qızlar, möhtəşəm olur. Mütləq hazırlayın. Dəstək olmaq üçün videomu bəyənib dostlarınızla bölüşməyi unutmayın. Gözünüz mütləq səhifədə olsun. Yeni videolarla görüşmək üzərə.